Neylədik? eBay hesabımızı açdıq. eBay hesabı açarkən nələrə diqqət etməli olduğumuzu ətraflı danışdıq. Sonra Payoneer hesabımızı açdıq. Payoneer hesabı açarkən nələrə diqqət etməliyik ətraflı danışdıq. Hər birinizə bol satışlar və bol uğurlar arzulayıram. Çünki bizim məqsədimiz əsas burada hədəflərimizə çatmaq, uğurlu olmaqdır. Pul bu iş üçün bir vasitədir. Salam, hər vaxtınız xeyir. Bu gün videodasının ikinci bölümündəyik. Artıq bu günləri texniki hissəyə keçəcəyik. Addım-addım eBay hesabı açacağıq, Payoneer hesabı açacağıq. Daha doğrusu necə açılmalı olduğunu bütün xırdalıqlarla danışacağam. Yenə gələn vərəqini götür, hətta keç kompüterinin başına işləməyə başlayaq. Digər hesablarımızla əlaqələndirilməsin deyə keçmiş incognito moda, amma məqsədin eyni olduğu üçün davam edirəm. Daxil oluram ebay.com-a. Neylədim? ebay.com-a daxil oldum. Bu arayüzdür. Arayüz normal bir marketplace ilə eynidir. Yəni haqqında danışa biləcəyim çox şey yoxdur. Burada bu günün təklifləri görsənir. Bir yerdən sonra bu hissədə sizin ən çox araşdırma etdiyiniz hissələr görsənəcək. eBay-in sizin qarşınıza çıxartdığı məhsullar görsənəcək. Bu hissə watchlist hissəsidir. Hansı ki məhsullarımızı watchlistə atdıqdan sonra bura gələcək. Sell ilk həftə toxunmayacağımız hissədir. Eyni zamanda bu My eBay hissəsindən burada da bir dənə selling var görsən. Buna da ilk həftə toxunmayacağıq qətiyyən. Geri qalan hissələrini çox da istifadə etməyəcəksən açığı. Çünki bir dənə seller dashboarda keçirdim, hamısını burada idarə edəcəyik. Buranı istifadə edəcəksən. Bir də help and contact bölməsidir. Nə vaxtsa eBay-lə işin düşsə, buradan danışacaqsan. İndi ora kimi lazım olan hissələr isə keçirik register bölməsinə. Burada sign in bölməsi var. Sign in bölməsi hesaba giriş eləmək üçündür. Amma bizə hal-hazırda lazım olan registerdir. Registerə daxil oluruq biz. Burada bizi bir dənə bot doğrulaması eləyir. Deyir, hal-hazırda açarsan çöldə gördüyün şeyləri kliklə. Deməli gəldik. Bu arayüzə çatdıqda biz personal account seçəcəyik, business account seçməyəcəyik. Business account seçmək üçün Amerika və ya İngiltərə qeydiyyatında rəsmi hesabımız olmalıdır. Çünki bizdən vergi nömrəsi falan istəyəcək. Bu nömrələri təqdim eləməliyik. Personal account-u keçdik. Adımızı qeyd eləyək. Adımızı qeyd eləyərsən konkret olaraq ingilis şriftlərindən istifadə edirik. Heç bir Azərbaycan şriftindən istifadə etmək. Ə-dir, Q-dur, Ü-dür, O-dur. Bunların heç biri olmaz. Ona görə mütləq və mütləq ingilis şriftlərindən istifadə edin. Elə ən başda mən hamınıza tövsiyə eləmişdim. Bundan əvvəlki video dərsdə dərs 1 gün 0-da. Bir dənə eBay hesabı almazdan əvvəl lazım olanlar hissəsinə baxın. Orada demişəm ki, bank kart və rekvizit lazımdır. Rekvizitin üstündə ad soyadınız ingilis dilində olmasını istəmişdim sizdən. Bunu qeyd eləmişdim. Ona baxın. Orada necə yazılıbsa eynisini sən də ora elə yaz. Ad hissəsinə də eyni şəkildə məsələn adın Şahindirsə bunu Şahin olaraq qeyd elə. Gəl belə baxaq. Əgər adın Ülvidirsə məsələn, Ülvidirsə məsələn adını Ülvi olaraq qeyd eləmə. Adını Ulvi olaraq qeyd elə. 90% rekvizitində də bu şəkildə yazılacaq. Ona görə bu şəkildə elə davam elə. Eyni şəkildə soyadını da düzgün bir şəkildə qeyd elə. Məsələn Ulvi Mehrimzadə olsun. Təsadüfi bir ad və mail yazacağam bura indi. Bura indi təsadüfi bir mən mail yazacağam. Amma ki sən bura əvvəlki video dərslərdə danışdığım kimi xüsusi yaradılmış bir mail və nömrəni qeyd eləyəcəksən. Həmin nömrə və maildə Payoneer'in də eynisini istifadə etdiyin üçün mütləq burada təyin etdiyin mail və parol eyni olsun. Əsas bu hissədir. Bunu mütləq diqqət elə, yadından çıxmasın. Burada çox da başını qarışdıracaq başqa bir hissə yoxdur çünki. Bu hissəni keçəndən sonra bura nömrə hissəsi gələcək. Bu nömrə hissəsində də bundan əvvəlki video dərslikdə dediyim hissə var idi. Xüsusi bir Azərcell nömrəsi almanızı tövsiyə edirəm. Həmin nömrəni yazırsınız bu hissəyə. Buradan nömrə doğrulama hissəsi var. Nömrə doğrulaması hissəsində keçəndən sonra bizi açır. Bizə artıq eBay hesabımıza atır. Nömrə doğrulamasına keçəndən sonra bizi eBay hesabımıza atır, amma əslində bu hesabımız tam olaraq hələ də hazır deyil. Necə hazır olacağını bilmək istəsən, yenə gəlirsən buradan az əvvəl registrə kliklədiyimiz hissəyə və buradan account settings-ə deyirsən, səni adres məlumatlarını qeyd etmək üçün bu hissəyə atır. Burada səndə Amerika görsənmiş ola bilər, bu şəkildə görsənmiş ola bilər. Gözlə tapım. Məsələn, bu şəkildə görsənmiş ola bilər. Sən bunu mütləq dəyişib Azərbaycan edirsən. Azərbaycan eləyəndən sonra sənə adres xətti 2 dənə olacaq, city hissəsi olacaq, state hissəsi olacaq, zip kod hissəsi olacaq. Adres 1-ə 40 şriftə qədər yazacaqsan mütləq bir şəkildə. Yəni necə 40 şriftə qədər? Məsələn, bunu daha rahat başa düşəsən deyə 1-1 yazın. 1 2 3 4 5 6 7 8. 8 dənədən 5 dənə, 4 dənə yazdıq. 8 dənədən 2 3 4 5 dənə yazdıq. Yəni burada tam olaraq 40 şrift var. Qətiyyən bu 40 şriftdən çox olmasın. Əslində aralarda şrift olaraq sayılır. Ona görə 1 2 3 4 dənə buradan silməliyəm. Bax buradan 4 dənə sildim. Əlavə olaraq da vergül, nöqtə, nida, sual belə ifadələrdən də istifadə etmək olmaz adres qeyd edəndə. Adresin mənalı hissəsinə qədər 40 şriftə qədər bu hissəyə qeyd edirsən. Bu hissəndə geri qalan adresi isə adres 2-yə qeyd edirsən. Gəl məsələn deyək, random bir dənə adres götürək, onu yazaq. Random Azərbaycan adres yazaq. Məsələn, bax Dərnəcül şosesi Zibinyadov prospekti. Baxın, bunu götürürəm, kopyalayıram, yapışdırdım bura. Bunu indi hər hərf bir-bir saymalısan ki, bu həqiqətən də 40 şriftə qədərdirmi? Əgər 40 şrifti keçibsə, bax nöqtə var. Nöqtəni silirəm, nöqtə var. Nöqtəni silirəm, vergüldə silirəm, nöqtəni də silirəm. Baxırsan 40 şriftə qədər bura yazırsan, amma ki mənalı hissəsin. Məsələn, Bünyadovun Bünyad qaldı ya da ki Bünya qaldı, Dov getdi. Bunda mənasızlıq yaranır. Sən adres məlumatlarını da qeyd edəndə bu hissədə əksiklik olacağı üçün problem olacaq. Ona görə nə edirsən?
gəlirsən, bunun mənalı hissəsinə qədər. Məsələn, Bünyadov bunu tam yazırsan. Amma gördün prospektdə yer qalmır. Bunu silirsən, Bünyadov yazırsan, qalır. 40 şriftə qədər bura yazdın. Nə qaldı? Prospektdə 6915, 69 prospekti 6915-i də kopyalayırsan, adres line 2-yə yapışdırırsan. Nə qaldı? Prospekt 6915 qaldı. Daha prospekti yazmırsan. Əgər gördün buradan çox yer çatmırsa, 90% burada 40 şriftdən yer var. Pırı yazsan bəsdir. Ona görə maksimum dərəcədə yerləşdirməyə çalış mənalı hissə qədər. Nə qaldı? 6915, 6915 kopyalayırsan, gətirirsən, istəyirsən adres 2-yə yapışdırırsan. Sonra nə gəlir? City hissəsi gəlir. City hissəsinə də elə buradan seçmişiksə, buradan davam edək. City Bakudur məsələn. Sumqayıtda yaşayırsan və ya Ctrl-V buradan Bakını yapışdırırıq. Gecikmə yarandı saytda. Ona görə biz gəldən yazaq. Bakını yazdın City'də. Sumqayıtda yaşayırsan. City'yə Bakını yazırsan, City'yə Sumqayıt. City and State-inizi yazırsan, City'yə Bakını yazırsan. Məsələn, State-də elə Baku yazırsan və ya Sumqayıtda yaşayırsan, bura yazırsan Sumqayıt. Burada yazırsan Sumqayıt. Rekvizitdə bu şəkildə qeyd olunacaq 90%, lakin necə qeyd olunubsa elənçinə yazmalısınız ki, çünki biz təsdiqləyərkən buradakı məlumatlar təsdiqləyərkən rekvizitdəki məlumatlara əsaslanaraq doğrulama göndərəcəyik. Ona görə rekvizitdə necədirsə burada elə yazın. Sonra gəlir zip kod hissəsinə. Zip kod hissəsində necədir? AZ1000. Nə edirəm? Elə olduğu kimi yazıram. AZ1000. AZ1000 yazdım. Bu şəkildə doldururam əsas oda. Yəni məntiqi əsas budur. eBay hesabı açmaq çox asandır. Yəni bu hissədə çox da vaxt itirməyəcəyik. Bunu da continue eləyəndən sonra tamamlanacaq. Sizi sonra atacaq personal information hissəsinə. Daha doğrusu bu səhifəyə atacaq. Siz buradan yenə nə edəcəksiniz? Gələcəksiniz bura. Account settings-ə keçəcəksiniz. Sonra bu hissədə ortalama bir təxmin olaraq buralarda personal information olacaq. Bu personal information-ı seçəcəksən və personal information-dan mail və nömrə doğrulamalar istəyəcək. Nömrə doğrulamasını az əvvəl elədik, amma mail doğrulaması qaldı. Mail doğrulamasını eləyəcəksən. eBay hesabını açmaq bu qədər idi. Gəl indi keçək Payoneer hesabını açmağı göstərim sənə. eBay hesabını açmaq çox sadə görsənsə də bəzi xırdalıqlar var. Gəl bunun üstündən bir dəfə də keçim ki, sən səhv eləməyəsən. Hesab açarkən istifadə etdiyin məlumatlar rəsmi olaraq düzgün məlumatlar olmalıdır və rekvizitdə necə qeyd olunubsa o şəkildə olmalıdırlar. Bundan sonra qeyd eləyərkən hər hansısa bir Azərbaycan şriftindən istifadə etmək olmaz. Ancaq və ancaq ingilis şriftlərindən istifadə edəcəksən. İkinci diqqət etməli olduğun məlumatlar isə burada qeyd etdiyin nömrə, Gmail hamısını Payoneerdə də birə-bir eyni qeyd eləyəcəksən. Adresi də qeyd eləyərkən adres line 1 və 2-yə bölməyə çalış maksimum dərəcədə. Gördün çox qısadır, hamısını 1-ə yaza bilərsən. Amma maksimum çalış ki 2 sətrə böləsən ki, maksimum şəkildə qarantiyalı getsin işimiz, rahat bir şəkildə tam güvənsin ki, biz həqiqətən də insanıq, eBay scamming olaraq algılanmasın. Bir digər diqqət etməli olduğum məsələ isə eBay hesabını açandan sonra mail və nömrə doğrulamaları mütləq elə. Ondan sonra adres ayarlarıdır, biznes polislərdir. Bunları satıcı hesabına keçirəndən sonra görəcəyik. Gəl indi davam eləyək Payoneer hesabını açmağa. Nə edirik? Yenə gəlirik payoneer.com-a. Bizi burada avtomatik olaraq regionumuza görə Ruya atır. Biz buradan bu rusiskini eləyirik ingiliscə. Ona görə ki, çünki bəzən Rusiya serverində baqlar çox yarana bilər. Ümumiyyətlə Payoneerdə baqlar çox olur, yora bilir bizi. Əsasən bu köhnə serverli kompüterlərdə olur. Yeni kompüterləriniz varsa, bu rahatlıqla həll olunur. Çünki niyə bunu deyirəm açıq bir şəkildə? Əgər gördünüz Payoneer hesabı açarkən hər hansısa bir texniki baqa görə vaxtınız gedir, keçin başqa bir kompüterdən açın. Evinizdə varsa və ya dostunuzda varsa və ya tanıdığınız birində varsa, heç biri yoxdur. Gidin internet klubda bir Payoneer hesabı açın. Payoneer IP məsələsinə görə ciddi problem yaratmır. Sadəcə olaraq orada hesabınızı tam açıb bitirənə qədər orada olmalı olacaqsınız və bu da sizə hardasa 1-2 gün vaxt itizdirəcək. Bu qədər sadə. Ardını telefonda belə apara bilərsiniz Payoneer'ın. Sonra payoneer.com-a gəldik. Buradan ingilis dilini seçdik. Buradan registrə seçirik. Registrə seçəndən sonra buradan bizə deyir ki, mən nəyəm? Mən onlayn sellərəm. Bu hal-hazırda gördüyünüz doldurduğumuz forum fərqli ssenarilərlə də ola bilər. Çünki bu forumdur. Elə də önəmli vacib bir məlumatlar deyil. Burada bir seçim var, amma normalda fərqli seçimlər də ola bilər. Burada qeyd etdiyiniz məlumatlar sadəcə Payoneer-i kimlər istifadə edir? Payoneer özlüyündə öyrənmək üçün bu məlumatlar sizdən alır. Burada əsas düzgün qeyd etməli olduğunuz məlumatlar e-mail məlumatlarınızdır, ad məlumatlarınız, adres məlumatlarınız, əlaqə məlumatlarınızdır. eBay-dən alacağınız ödənişləri göstərməkdir ki, burada biz ödənişləri eBay-dən alacağıq. Bundan sonra biznes mailimizi düzgün qeyd etməliyik. Sonra biz bu işi rəsmi qeydiyyatın olmadığını bildirərək elədiyimizi qeyd etməliyik. Yəni no registered olaraq qeyd etməliyik. Niyə bunları danışıram? Çünki bu Payoneer-də hal-hazırda məndə başqa cür açılış səhifəsi göstərir, amma səndə başqa cür göstərə bilər. Payoneer biz əsasən ödənişləri almaq, göndərmək üçün istifadə edəcəyik. Dəyişə bilər suallar forumda, lakin məsələnin əsası eynidir. Danışdıqlarımın hamısını bir-bir qeyd etməyin çox vacibdir ki, hər hansısa bir dəyişiklik və ya gələcəkdə qarşılaşa biləcəyin problemi indidən həll yolu tapasan. Deməli, bayaq danışdığım məsələ no my business isn't registered, yəni mənim biznesim qeydiyyatda deyil. First name hissəsinə, last name hissəsinə, email hissəsinə az əvvəl eBay-də necə yazmışıqsa, hamısını birə-bir eyni yazacağıq. İndi mən buraları dəqiq təsadüfi keçə bilərəm, lakin sən burada düzgün ifadələrdən, düzgün məlumatlardan istifadə etməlisən.
Deməli əvvəlki səhifəni keçdikdən sonra bu hissənin adı Getting Started idi. İndiki səhifənin adı isə Contact Details idi. İndiki bu səhifəyə gəldikdə isə Street Number və əlaqə nömrəsi və verifikasiya kodu istəyəcək. Bu verifikasiya kodu burada qeyd etdiyimiz nömrəyə gələcək. Hansı ki bu nömrə bayaq qeyd etdiyim kimi eBay-də necə yazmışdıqsa eynisini buraya yazmalıyıq. Amma burada bilməli olduğum bir məsələ bu Street and Number hissəsidir. Az əvvəl biz Dərnəgül Street falan yazdıq. Düzdür? eBay hesabımızı açarkən. Düzdür. Bəli. Bunların hamısını eyni şəkildə bura qeyd etməlisən. Lakin bir məsələni də bilməlisən ki, burada bir şey var. Bax, Dərnəgül yazırsan, aşağıdan Enter adres manual gəlir. Çünki Azərbaycan adreslərinin hamısı Pioneer-də yoxdur. Bunu dəqiq olaraq qeyd etməyimiz üçün Enter adres manual yazısını seçməlisən. Bunu seçəndən sonra görsən More Address Details, City and Town, Postal Zip Code hamısı detaylı bir şəkildə gəlir. Burada Pioneer hal-hazırda Google Maps olaraq, daha doğrusu Google Maps bazalı işləsə də Azərbaycandakı bütün adresləri dəqiq olaraq qeyd edə bilmir. Yəni sən apartman suite falan dəqiq yazacaqsan, amma burada onlar dəqiq çıxmayacaqlar. Bizə də dəqiq olaraq qeyd etmək lazım olduğu üçün mütləq Enter adres manual qeyd etməlisən. Bu fərqli formada da olsa Enter adres manual olmalıdır. Bu qaydada da olsa necə eləyəcəyini göstərdim. Buradan da az əvvəl qeyd etdiyin detalları ardınca bura qeyd edirsən. Burada bir yapboz olacaq. Bunu tamamlamaq çox asandır. Adicə insan olmadığını müəyyənləşdirmək istəyir. Bunu keçdikdən sonra verifikasiya kodu gələcək və həmin verifikasiya kodu ilə davam edəcəyik. Security Details hissəsində keçdiyində əvvəlki Contact Details hissəsində nömrənin gəlməyində bəzən problemlər yaşana bilər. Bu zaman neysən fərqli nömrə yoxlayırsan, o da həll olmasa Recent Call deyirsən, Recent Code deyəndən sonra Call me deyirsən, Call me deyəndən sonra sənə zəng eləyəcəklər və sənə kodu deyəcəklər. Bunun üçün yanında ingilis dili bilən biri olsa yaxşıdır. Əgər bu da alınmasa fərqli browserdən yoxlaya bilərsən. Bu da alınmasa bayaq dediyim kimi fərqli cihazlardan giriş etməyi yoxlaya bilərsən. Az ehtimallı olsa deyək, bu da alınmadı, Contact Us deyirsən, gedirsən Pioneer-dən danışırsan. Hər nəsə davam edirik. Security Details hissəsinə gəldik. Buradan parol təyin edirik. Təyin etdiyimiz parolu bura təkrar qeyd edirik və burada qeyd etdiyimiz mail və parolu mütləq bir yerdə qeyd edib yadımızda saxlayırıq. Sonradan bizdən gizlilik suallar soruşurlar və bu gizlilik suallarından birini, sizə uyğun olan birini seçib cavablandırıb yazırsınız bura. Çünki bu önəmlidir. Əgər parolu dəyişmək istəsəniz və ya hesabın məlumatlarında nəsə dəyişmək istəsəniz, bu gizlilik suallarını sizdən soruşacaqlar. Bunu asan xidmətdə falan da istifadə etmək istədikdə VPN hesabınızı açarkən soruşurlar. Bu hər yerdə bu şəkildə işləyir. Eyni gizlilik sualını istifadə etmək risklidir. Hər bir yer üçün fərqlisini istifadə edin və qeyd edin hər zaman. Sonra buradan Country of Nationality soruşur. Buradan Azərbaycan seçirik və buradan National ID tipinə isə ID number'ı FIN kodumuzu qeyd edirik. Bunların hamısını doldurduqdan sonra bu hissə keçirik. Bu hissənin adı Almost Done'dur. İndi keçim sənə danışam. Bura gəldikdən sonra Almost Done, yəni ki hardasa qutardı hissəsinə gəlirik. Buradan personal account seçirik 100%, business account seçmək çünki bizim istifadə edəcəyimiz kart tövsiyə olunan U-Card Gold'dur, lakin digər bank kartlarından da istifadə edə bilərsiniz. U-Card Gold seçib istifadə etsəniz, bura Unibank CB yazacaqsınız. 99% bu şəkildə olacaq. Sonra Swift hissəsi banklarda fərqli olur əsasən, lakin bankın adı ilə olur. Yəni Unibankda UBAZAZ 22-dir, Capital Bankda KUBAZAZ 22-dir, Turan Bankda TUBAZAZ 22-dir. Bu şəkildə olur. Swift kod 90% bu şəkildə olur, amma bunların hamısı rekvizitin üzərində qeyd olunur mütləq. Sonra currency-ni USD seçəcəyik. Burada qeyd edəcəyimiz IBAN adresi isə bizim dollar valyutasındakı IBAN adresimizdir. Bəs bunu hardan əldə edəcəm? Mən ən birinci dərs bir videosunda dediyim isə bunu yuxarı qoyaram ki görə biləsən. Orada dedim ha, ingilis dilində rekviziti dollar valyutası üçün istəyin. Həmin rekvizitdə olacaq o. Deyək ki, istəmədin, yadından çıxdı, onda nə edəcəksən? Gələcəksən Unibankın mobil tətbiqinə, yeni aldığın kartın məlumatlarını daxil edib mobil tətbiqdən kartını istifadə etmək istəyirdə, sağ aşağıda products, yəni məhsullar hissəsi olacaq. Ora daxil olub aşağı fırlatdıqdan sonra ən aşağıda USD-ni görəcəksən. Ona seçəcəksən, 3 düyməni basacaqsan, sonra məlumatlarını istəyib oradan rekvizitdən IBAN nömrəni görə bilərsən. IBAN 90% AZ ilə başlayır və 28 karakterdən ibarət olur. Onu da buraya yazacaqsan. Sonra da I agree to terms and conditions and I agree pricing and fees. Yəni vergilərlə, qiymətlərlə, bütün bunlarla razıyam seçib artıq Pioneer hesabını açmış olacaqsan. Pioneer hesabını açdıqdan sonra səndən şəxsiyyət doğrulaması, adres doğrulaması istəyəcək. Şəxsiyyət doğrulamasını şəxsiyyət vəsiqəsindən, adres doğrulamasını isə MyGovazdakı sənədlə və ya həmin istifadə etdiyin rekvizitin üzərindəki sənədlə və ya bank kartının çıxarışı ilə üçündən birinin rahatlıqla edə biləcəksən. Vergiləndirilmələrlə qiymətə gəldikdə isə eBay 750 dollardan aşağı payoutlarda 15 dollar komissiya tutur. Yəni 750 dollardan aşağı bir çıxarış etmək istəsəniz 15 dollar komissiya verəcəksiniz. 750 dollardan yuxarıda isə 2% komisyon verəcəksiniz. İllik olaraq 30 dollar Pioneer'in kartının ödənişidir. Bundan əlavə bir ödəniş yoxdur. Bu ödənişi sizdən yanvarın 1-i də çıxa bilər, dekabrın 31-i də çıxa bilər, ayın 12 ayına bölüb hər ay 3 dollar da çıxa bilər və ya bir ayda 30 dollar da çıxa bilər. Yəni konkret olaraq bu Pioneer'dən asılı bir şeydir. Tam olaraq dəqiq deyilə bilməz. Lakin təxmin olaraq 30 dollar, 33 dollar arası bir illik komissiyası var Pioneer kartının. Və Pioneer'in digital kartını almaq üçün isə sizə lazım olan həmin kartdan 100 dollarlıq bir dövriyyə olmasıdır. Pioneer'in digital kartını bu şəkildə telefonunuza əlavə
elədikdən sonra sizə göstəreyim. Bu şəkildə telefonunuza əlavə elədikdən sonra həmin kart vasitəsilə də elə birbaşa payout eləmədən ödənişlərinizi eləyə bilərsiniz. %1'lik bir, %2'lik bir sadəcə ekstra vergi tutur. Bu da çox aşağıdır. Hətta bank çıxarışlarında da yenə bu vergiyə tutulur. Bankomatdan çıxartmaq istəsəniz yenə bu qədər vergi tutulacaq. Əlavə olaraq bilməniz gerəkən Payoneer haqqında çox da bir məlumat yoxdur. Payoneerin digital kartını alıb istifadə etməyinizi tövsiyə edirəm. Vizual kartına ehtiyac yoxdur. Digital kartla bütün məsələləri həll edə bilirsiniz. Yəni hal-hazırda mən 3 ildən artıqdır ki, Payoneer istifadə edirəm. Sadəcə 1-2 dəfə tələbələrim üçün sifariş vermişəm, gətirmişəm. Heç vaxt özüm üçün istifadə etməmişəm. Mən həmişə digital kartlardan istifadə etmək üstünlüyü verirəm. Heç Azərbaycandakı kartlarımı belə də 90% digital kartlar vasitəsilə istifadə edirəm. Wise olsun, digər bank kartları olsun, hamısını digital olaraq istifadə edirəm. Payoneer hesab açılışı, eBay hesab açılışı bu qədər idi. Bunların bir-birinə senkronizasiyası və düzgün məhsul analizi hissələrindən sonra elan yaradılması və ilk satışların göndərilməsi üçün istifadə edəcəyimiz yazılımlar qaldı. Bundan sonraki video dərslərdə də bunların hamısını addım-addım ətraflı danışacağıq. Gəl bu video dərslikdə danışdıqlarımı bir dənə qısa özet keçək sənin üçün. Nə etdik? eBay hesabımızı açdıq. eBay hesabı açarkən nələrə diqqət etməli olduğumuzu ətraflı danışdıq. Sonra Payoneer hesabımızı açdıq. Payoneer hesabı açarkən nələrə diqqət etməliyik ətraflı danışdıq. Gəl bir dənə Payoneeri təkrarlayım ki, əsas hissədə Payoneer qlobal bankımızda o bizim. Ondan çox ehtiyatla danışmaq lazımdır, ehtiyatla davranmaq lazımdır. Payoneerdə qeyd etdiyimiz məlumatlar ən əsas qayda birə-bir eBay ilə eyni olmalıdır. Adres line 1-ə nə yazmışıqsa eBay-də, Payoneerdə də eynisini yazmalıyıq. 2-yə nə yazmışıqsa eBay-də, Payoneerdə də eynisini yazmalıyıq və bu şəkildə bunları eləməliyik tam olaraq. Bundan sonra qeyd etməli olduğum məsələlər haqqında ətraflı təkrar video dərsi izləyib baxa bilərsən. Bundan sonraki videolarda yenə kanalda paylaşacağam. Gün-gün olaraq izləyib özün sıfırdan e-ticarətə, eBay dropshippingə tam rahat bir şəkildə başlaya bilərsən. Yox, əgər professional dəstək alaraq məndən bu işi birə-bir öyrənib daha sürətli irəliləmək istəsən, aşağıda bununla bağlı geniş bir açıqlamalı bir link paylaşacağam. Oradan da komandamla görüş yaradıb mənimlə birə-bir iştirak edə biləcəyin, təlimimdən necə randevu ala biləcəyini öyrənə bilərsən. Hər birinizə bol satışlar və bol uğurlar arzulayıram. Çünki bizim məqsədimiz əsas burada hədəflərimizə çatmaq, uğurlu olmaqdır. Pul bu iş üçün bir vasitədir. Hər birinizə uğurlar.